Əleyhisselamın xüsusi bir məqamı var insanlar arasında. Qəlblər Əli eşqi üçün yaranıb. O məhəbbətin azına qane olmaq nankorluq olar. Əleyhisselam buyurur ki, dağ məni sevsə parça-parça olar. Uşaqlığından ona aşiqdir Peyğəmbər. İlk olaraq Allah onun nurunu xəlq edib, onun nurundan digər imamların, övliyaların nurunu yaradıb. Amma baxırsan, görürsən ki, onun qəlbində Əleyhisselama qarşı xüsusi eşq var. Ona qardaşım deyirdi, canım deyirdi. Heç kəsə belə söz deməyib Peyğəmbər. Allah ona Peyğəmbərin canı deyib, ənfusəna və ənfusəkum Mübahilə ayəsində deyir, siz öz canınızı gətirin, mən öz canımı gətirim. Öz canınızı deyəndə görürlər Əlinin əlindən tutub gəlir. Peyğəmbər elə bir yerə gedib çıxıb ki, deyir orada da nə mələk var idi, nə bir Peyğəmbər var idi. Allah idi, mən idim. Peyğəmbərin deyərəm ki, dünyada qəlbi Əli ilə xoş olurdu. Allahın qoxusunu, o aləmlərin qoxusunu Əlidən alırdı Peyğəmbər. Körpə idi, anası onu dünyaya gətirəndən Peyğəmbər onu aldı qucağına və day vermədi anasına. Bu uşaq mənə məxsusdur, mənim canımdır, mən xidmət eləyəcəm buna. Ağuşuna aldı, Peyğəmbərin qucağında şəhadət verdi Peyğəmbərin peyğəmbərliyinə. Ona görə də Əleyhisselama qarşı nifrət bilirsiniz nə qədər davam eləyir. İkinci bir adam yoxdur, ona bu qədər lənət oxunsun. Təkəbbürlü sevmir onu. Təkəbbür ucalığa düşməndir. Deyir, mən Allahın ən böyük ayəsiyəm. Kubra sözünü özü müqabilində işlədir. Kubra müənnəsdir. Yəni ucalığının, əzəmətinin nişanəsiyəm. Peyğəmbəri tanımaq üçün gərək Əli vasitəsilə əziləsən, Peyğəmbəri dərk eləyəsən. Buyurur, ənə səlatul müminin, mən möminlərin namazıyam. Yəni o iş ki, namaz onların ruhunda görür, onun ən böyüyünü mən eləyirəm. Görün, nə irfani anlayışdır.